xətti budur, kəsən xətt isə budur. Deməli, paralellik olanda onun kəsəni də olmalıdır. Yəni bıçağı da olmalıdır. Yəni uyğun bucaqlar biri çöldə, biri çərdədirsə, bunlara necə bucaqlar deyilir? Uyğun bucaqlar deyilir. Bəs yaxşı, bura U olarsa, paralel xəttin içərisində necə adlanır? Daxili, bir tərəfdə yerləşdiyinə görə alfa və U necə bucaqlardır? Daxili bir tərəfli bucaqlardır. Daxildə, yəni paralel xəttin içərisində yerləşdiyinə görə daxili və bir tərəfdə yerləşdiyinə görə daxili bir tərəfli bucaqlar adlanır. İndi bura V desək, alfa və V necə bucaqlardır? Daxili, biri o üzdə, biri bu üzdə yerləşirsə çarpaz adlanır. Daxili çarpaz bucaqlar adlanır. Alfa və V necə bucaqlardır? Daxili çarpaz bucaqlardır. İndi bəs yaxşı, bura R desək, R və beta necə bucaqlardır? Xarici bir tərəfdə yerləşdiyinə görə xarici bir tərəfli bucaqlardır. Bəs yaxşı, Y desək, Y və yox, kaydı atacağım. Y və R, vaxt aparmayın, qulaq asın. Y və R, əgər biri o üzdə, biri bu üzdə, paralel xəttin çölündəsə, xarici çarpaz bucaqlar adlanır. İndi uşaqlar, testə baxağın. 9-cu misala baxın, nömrə 9-a uşaqlar. Nömrə 9-da belə bir xətt veribdir, paralel xətt. Bu da bunun nə edir? Kəsənidir. Belə bir şəkil veribdir. M verib, N verib. Müəllim, o biraz qaranlıqdır. Yenidən çəkib atın da. Aha. İndi bura baxın uşaqlar. İndi diqqətlə qulaq asın. Çəkməsəm də diqqətlə baxın. Yenə otaq qaranlıqdır, qaranlıq təhər düşəcək. Bura baxın uşaqlar. 126 dərəcə. Dərs qurtaranda çəkib ataram işıqda. İndi 126 dərəcə. Deməli uşaqlar, bizdən M-in xətləridir, paraleldir. Bu xətlər necədir uşaqlar? Paralel xətlərdir. Bəs bu da necədir? Kəsəndir. Bəs bunun qabağındakı bucaq qarşılıqlı bucaqlar deyilmi? Qarşılıqlı bucaqlar, yəni qabağındakı bucaqlar qarşılıqlı bucaqlar adlanır. Qarşılıqlı bucaqlar da bir-birinə nə olur uşaqlar? Bərabər olur. Uşaqlar, buradan bura 180 dərəcədirsə, bura 126 dərəcədirsə, bura nə düşür uşaqlar? 180-dən 126-nı çıxacam. Neçə qalacaq? 54 dərəcə qalacaqmı? Deməli, bura neçə dərəcə olacaq? 54 dərəcə olacaq. Düz deyilmi uşaqlar? Bəli. Deməli, bura neçə dərəcə olacaq? 126 dərəcə olacaqmı uşaqlar? 180 dərəcəyə tamamlamaq üçün. Onda bura neçə dərəcə olacaq? 126 dərəcə olacaqmı? Bu tərəfdə neçə dərəcə olacaq? 54 dərəcə olacaqmı? Uşaqlar, bəs yaxşı. Onda 126-dırsa uyğun bucaqlara görə burada neçə dərəcə olacaq? 126 dərəcə olacaqmı? Onda bura neçə dərəcə olacaq? 126 olacaqmı qarşılıqlı bucaqlara görə? Bura 54 dərəcə oldu mu uşaqlar? Biri çöldə, biri çərdə olan bucaqlar, uyğun bucaqlar olur. Bir-birinə bərabər oldu mu? Qarşılıqlı bucaqlara görə də burada 54 dərəcə olacaqmı uşaqlar? Bəs yaxşı, bura neçə dərəcədir? Biri çöldə, biri çərdə olan bucaqlar bir-birinə nə olur? Bərabər olur, uyğun bucaqlar olur. Biri çərdə, biri çöldə olan bucaqlar bir-birinə bərabər olur. Deməli, burada 54 olacaq. Bura 54-dirsə, burada qarşılıqlı bucaqlara görə 54 olacaqmı? Bura 126-dırsa, burada 126 dərəcə olacaqmı? Və salam uşaqlar. Başa düşdünüzmü? Baxın belə. Bəli. Sonra uşaqlar, indi çəkirəm paralel xətti. Bu da nə çəkirəm? 108. 108 dərəcə. Buna da nə çəkirəm? 98 dərəcə çəkirəm. Səsləri bağlayın uşaqlar. Bura M-dir. Bura nədir? N-dir. Düz deyilmi? İndi bizə deyir ki, bura 98 isə, bura neçə dərəcə olacaq uşaqlar? 98 dərəcə olacaqmı? Uşaqlar, bura 108-dir. Bu daxili bir tərəfli bucaqların cəmi neçə olmalıdır? Bax, burayla, bax, alfa ilə 108-in cəmi neçə dərəcə olmalıdır uşaqlar? 180 dərəcə olacaqmı?
Bəli. Uşaqlar, daxili bir tərəfli bucaqların cəmi 180 dərəcə olmalıdır. Alfa da bərabərdir. 180-dən də 108-i çıxacam. Neçə dərəcə düşür? 2, 7. Bura neçə dərəcə düşür uşaqlar? 72 dərəcə düşdümü? Bəli. 72 dərəcə düşdü. İndi uşaqlar, bura 72-dirsə, bura neçə dərəcə olacaq? 72 dərəcə olacaqmı? Bura 108-dirsə, qarşılıqlı bucaqlara görə bura 108 dərəcə olacaqmı? 108-dən də 180-dən də 108 çıxanda 72 dərəcə olurmu bura? Axı bu 180 dərəcəli bucaqdır. Baxın, bu açıq bucaq deyilmi uşaqlar? Prosto bunu belə veribdi də. Başa düşdünüzmü? Deməli 72. Bu 72-nin qabağındakı da burada 72 dərəcə olacaqmı? Vəssalam. Sonra indi keçəyim. Belə bir paralel xətt veribdir uşaqlar. Səsləri bağlayın. Bir də baxıb deməyim kim açıq qoyubdur. 67. Burada neçədir uşaqlar? 123 dərəcədir. Uşaqlar, bu M, N-ə nədir? Paraleldir. Bu nədir? Bax, bu S nədir? Uşaqlar, bunu kəsəndir, bıçağıdır. İndi bura 67-dirsə, bura neçə dərəcə olacaq uşaqlar? 67 dərəcə olacaqmı? Yazmayın. Bura 67 dərəcə olacaqmı uşaqlar? İndi bura 67, bura 123'dür. Biri içərdə, biri çöldə olan bucaqlar uyğun bucaqlar olur. Burada 123 dərəcə olurmu? Bəs yaxşı, burada 123 dərəcə olacaqmı? Bəli. Biri içərdə, biri çöldə uyğun bucaqlar. Burada 67 olacaqmı? Onda burada neçə olacaq? 67 olacaqmı qarşılıqlı bucaqlara görə? Vəssalam. 67. Vəssalam. İndi paralel xətti belə çəkibdir, əyri formada. Yenə də özü deyir ki, M, N-ə nədir? Paraleldir. Paraleldirsə, bu da nədir uşaqlar? Kəsənidir. Eləsə bilin ki, paralellik budur, kəsən budur. Əyibdir də bunu, bu şəkli əyibdir. Yəni, qorxmayın. İndi burada 73 dərəcə oldu mu? Burada neçə dərəcə oldu? 73 dərəcə oldu mu? Bura 73-sə, burada 73 dərəcə olacaqmı uşaqlar? 180-dən də 73-ü çıxanda, 180-dən də 73-ü çıxanda neçə eləyəcək? 107 dərəcə qaldı mı bura? Uşaqlar, bura 107-sə, burada 107 dərəcə olacaqmı? Bura 73-sə, burada 73 dərəcə olacaqmı? 180-dən də 73, bura 103 dərəcə olacaqmı? Burada neçə dərəcə olacaq? 103 dərəcə. İndi uşaqlar, uyğun bucaqlara görə müəyyən edirik. İndi baxın, göylə qaralayıram. 103 yox, 107 müəllim. Hə, 107. 107. Uşaqlar, indi bu 107 var bax bu içərdədir, bir çöldədir. Uyğun bucaqlarda da bir-birinə nədir? Bərabərdir. Bu içərdədir, bu çöldədir. Uyğun bucaqlardır. Gördünüzmü? Bir-birinə nə oldu? Bərabər oldu. Bu içərdədir, bu çöldədir. Uyğun bucaqlar oldu, bir-birinə bərabər oldu mu uşaqlar? Bərabər olur, bəli. Bu çöldədir, bu içərdədir. Bir-birinə bərabər oldu. Uyğun bucaqlar oldu mu uşaqlar? Vəssalam. İndi keçəyin yenə belə bir xətt veribdir. İndi başqa cür veribdir. Belə veribdir. Bura verib 56 dərəcə. Bura verib 126 dərəcə. Uşaqlar, indi bizə deyir ki, bu M-dir, bu N-dir, M, N-ə deyir, paraleldir. Bu nəyin işarəsidir? Paralelliyin işarəsi. Paralel. 56-dırsa, bura neçə dərəcə düşür? 56 dərəcə düşürmü? 126-dırsa, bura neçə dərəcə düşür? 126 dərəcə düşürmü? Uşaqlar, biri çöldə, biri içərdə. Burada 126 dərəcə olacaqmı? Bərabər. Onda burada 126 dərəcə olacaqmı? Biri çöldə, biri içərdə. Bura 56 dərəcə olacaqmı? Onda burada neçə dərəcə olur? 56 dərəcə olurmu? Vəssalam. Bəli. Başa düşdünüz uşaqlar? Bəli. Bəli. İndi şəkli belə veribdir uşaqlar. Verib 4, bura verib 1, bura verib 5, bura verib 6, bura verib 7, bura verib 8, bura verib 3, bura verib 2. İndi deyir ki, bucaq cütləri və onların adları arasında uyğunluğu müəyyən edin. İndi gəl müəyyən eləyək. Üst-üstə düşür də bu xətt bu xəttin üstünə düşür.
İndi xarici çarpaz bucaqları deyin. 1 ilə Xarici 4 ilə 6. 4 və 6 Nə necə demək? bucaqlardır? 4 ilə 6 necə bucaqlardır? Bax 4 ilə Çarp. 6. Xaricində yerləşir. Özü də bir tərəfdə yerləşir. Xarici bir tərəfli oldu mu? Bəli. Bucaqlar. Uşaqlar, 1 ilə 5 necə bucaq? Xarici bir tərəfli bucaqlar, sonra 3 ilə. Bucaq 3 və bucaq 8 də olurmu uşaqlar? Bəli. Sonra bucaq 1 və bucaq 5 necə bucaqlardır? Xəttin içərisində yerləşir. Daxili bir tərəfli bucaqlar adlanırmı uşaqlar? Bəli. Bəli. Bucaq 3 və bucaq 7 necə bucaqlardır uşaqlar? Uyğun bucaqlar olurmu? Niyə? Biri Bucaqlar. çöldə, biri içərdədir. Uyğun bucaqlar oldu mu? Bucaq 1 və bucaq 6 necə bucaqlardır? Uyğun bucaqlar oldu mu uşaqlar? Bəli, mən. Çünki biri Uyğun içəridir, bucaqlar. biri çöldədir. Ay sağ olun. Sonra uşaqlar. 4 ilə 5 müəllim. 4 ilə 5 necə bucaqlardır? Bucaq 4 və bucaq uyğun bucaqlardır. İçəridir, birisi çöldədir. Uyğun bucaqlardır. Sonra hansı uyğundur? 3 və 7 bucaq 2 ilə 8. 2 və 8 bucaq 2 və 8 uyğun bucaqlar oldu mu? Bəli. Bəs yaxşı. 1 ilə 5 necə bucaqlardır? Bucaq 1 ilə bucaq 5 daxili bir tərəfli bucaqlardır. Xəttin içərisində bir tərəfdə yerləşir, daxili bir tərəfli bucaqlardır. Daxili bir tərəfli bucaqlar adlanır. Bəs yaxşı. 2 və 2 və 7 necədir? Bucaq 2 və 7 necə bucaqlardır? Bu da daxili bir tərəfli bucaqlar adlanır. İçərisində yerləşir. Biri çöldə, biri çöldə, biri buzda yerləşirsə, bax 2 ilə 5 necə bucaqlardır? 2 ilə 5 necə bucaqlardır? Uşaqlar, xarici bir tərəfli. Yox, daxili bir tərəfli. Daxili çarpaz. Bu xəttin içərisində yerləşir. Həm də biri özdə, biri bu özdə yerləşdiyinə görə çarpazdır. Daxili çarpazdır uşaqlar. Başa düşdünüzmü? 3 ilə 6. Biri çölündə yerləşir, xaricidir. Biri özdə, biri bu özdə olduğuna görə çarpaz. Xarici çarpaz bucaqlar adlanır. Bildiniz uşaqlar indi? Müəllim. Bəli. Aha. 5 ilə 8 çarpaz onda. 5 ilə 8 qarşılıqlı bucaqlardır. 5 ilə 8. Qabaq-qabağa olan bucaqlar qarşılıqlı bucaqlardır. Bir-birinə bərabər olur. Uyğun bir tərəfli, daxili bir tərəfli bucaqların da cəmi 180 dərəcə olmalıdır. Məsələn, buna verir uşaqlar. İndi bura baxın. Uşaqlar. Məsələn, buna verir 50 dərəcə. Buranı soruşur x. Deyir, buranı tap və yaxud alfa. İndi buranı necə tapım? Bunun cəmi 180 dərəcə olmalı deyilmi? Alfa plus 50, 180 dərəcə. Daxili bir tərəfli bucaqların cəmi 180 dərəcə olmalıdır. Onda alfaya neçə dərəcə düşür? 130 dərəcə. Deməli, bura neçə dərəcədir? 130. Başa düşdünüz uşaqlar? Bəli. Aha. Sizin işiniz ancaq dərsə baxmaq olacaq, qayda baxmaq olacaq. Sabahları qoşulanda çoxlu test həll elətdirəcəm, testləri atacağam. Mən bu dərsə Aha, bu dərsin qaydına baxarsınız, atacağam. Daxili çarpaz, xarici çarpaz nəyə deyilir? Ona baxın. Sabahlarda çoxlu testlərini eləyərik. Yaxşı uşaqlar? Bəli. Aha. Dövlət İmtahan Mərkəzinin öz kitabının testindən ataram. Sonra sinif testlərindən ataram. Namazovdan, Güvəndən ataram. Başa düşdünüzmü? Ona aid testlərini eləyərik. Yaxşı uşaqlar, yadınızda yaxşı qalmağına görə. Bəli, müəllim. Yaxşı, sağ olun, gecəniz xeyrə qalsın. Sağ olun, müəllim. Sağ olun, gecəniz